Universitetlərə qəbul imtahanlarının ikinci cəhdinin, yəni blok imtahanlarının keçiriləcəyi vaxt məlum olub. Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə eyni zamanda Xəzər Xəbərə buraxılış imtahanların nəticələrinin elan olunacağı tarixi də açıqlayıb. Şöbə müdiri həmçinin sosial şəbəkələrdə abituriyentlər tərəfindən ötən gün keçirilən buraxılış imtahanının 9 martda keçirilən imtahandan daha asan olması iddialarına da aydınlıq gətirilib. Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Xəzər Xəbərə verilən məlumata görə blok imtahanının birinci mərhələsi may və iyun aylarında keçiriləcək. İmtahanın ikinci mərhələsinin birinci cəhdi bu 2 gündə keçiriləcəkdir. Biri may ayının 24-də ikinci və üçüncü ixtisas qrupları üzrə sənəd verənlər imtahanlarını verəcəklər. Daha sonra iyun ayının 7-sində isə birinci, dördüncü ixtisas qrupları üzrə qeydiyyatdan keçəcək abituriyentlər imtahanlarını verəcəklər. Həmçinin həmin günü coğrafiya fənni üzrə də əlavə imtahan keçiriləcəkdir. Xanlar Xanlarzadə 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxtı da açıqlayıb. Bu imtahanda yazılı cavab tələb edən tapşırıqlarımız da var. Onların yoxlanılması bir qədər vaxt aparır. Ona görə də nəzərdə tutulur ki, hardasa bir 6 həftə ərzində bu proses yekunlaşacaqdır. Biz baxsaq ki, bir 120 mindən artıq burada imtahan iştirakçısı var və onların tapşırıqlarının müəyyən hissəsi yazılı cavab tələb edən açıq tipli tapşırıqlardır. Bir tapşırıq özdə 2 dəfə yoxlanılır. Əgər o cavablar üst-üstə düşməsə, hətta 3-cü ekspertiza da verilir. Ona görə də bir qədər bu bizim vaxtımızı alır. DİM rəsmisi abituriyentlərin ötən gün keçirilən buraxılış imtahanının 9 mart tarixində keçirilən imtahandan daha asan olması fikirlərinə də münasibət bildirib. Zonalar üzrə imtahanların keçirilməsi bu birinci dəfə deyil. Nəticələrin təhlili göstərir ki, hər iki zona üzrə imtahanın mürəkkəblik səviyyəsində bir fərq yoxdur. Yəni onların o korrelyasiya əmsalı 0,9-dan yüksəkdir. Bu isə uyğunluq deməkdir. O deməkdir ki, fərqi yoxdur. Birinci zona olsun, tutaq ki 9 mart və yaxud da ki ayın 15-də olan imtahan olsun. Burada vahid texniki tapşırıq əsasında onsuz da suallar hazırlanıbdır və hər bir istiqamət zona üzrə burada imtahanın mürəkkəblik dərəcəsi eynidir. Qeyd edək ki, qəbul imtahanlarına qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq. Nərmin Məmmədhəsənli, Ramil İbrahimov, Xəzər Xəbər.